Bugün YouTube platformasında son dövrlərdə trendə düşən və böyük maraq doğuran İlkin Feyziyev və Orxan Games'in birgə çəkdiyi, evə gizlicə girdiyi videosunu professional şəkildə analiz edirik. Kənardan baxanda qorxulu, həyəcanlı və real görünən bu hadisə əslində içində böyük məntiq xətaları və sensari boşluqları barındırır. Hazırsınızsa videoya keçid alaq. İlkin Feyziyev Orxanın qorxutmaq məqsədi ilə gedir və otaqdakı şkafın içində gizlənir. Qapıları bağlayır. Bu detala birazdan gələcəyik. Biz söhbət etdiyimiz video İlkin Feyziyev Orxan Games'in birlikdə ərsəyə gətirdiyi, güya xəbərsiz şəkildə evə girməyi və şkafa gizlənməyi və sonradan evə oğru girməsi ilə bitən o məşhur videodan gedir. Kənardan baxanda hər şey çox həyəcanlıdır, elə deyilmi? İnsan izləyəndə düşünür ki, doğrudanmı belə bir şey baş verir? Amma bugün biz bura sadəcə bir izləyici kimi yox, professional bir tənqidçi kimi, analitik kimi baxacağıq. Çünki bu videoda elə bəsit və elə böyük məntiq xətalar var ki, incələdikdə videonun necə qırıq, yəni tamamilə qurma və sensaridən ibarət olduğu ortaya çıxır. Hazırsınızsa heç vaxt itirmədən detallara keçək. Gəlin videonun lap əvvəldən, yəni giriş anından başlayaq. İlkin Feyziyev evə necə daxil olur? Orxan Games evdə yoxdur, bəs qapını kim açır? Orxan Games'in oğlu Yusif. İndi gəlin bir anlıq real həyata düşürək. Evdə tabız yoxdur və yetkin bir insan yoxdur və qapı döyülür. Və ya kimsə gəlir. Bir uşağın heç bir şey soruşmadan, heç bir şübhə etmədən 255 min abunəçisi olan Orxan Games'in evi. Orxan Games Azərbaycanın ən oldu youtuberlərindən biri. Yuxarı mərtəbə onun evidir. Addım yaxınlaşırıq. Hissəni mən elə belə qoymamışam. Dediniz ki, yəqin bu nə əlaqə, bu hissə nə əlaqə? Bu hissəyə diqqətlə baxın. Çünki gələcəkdə sizə elə bir sübut təqdim edəcəyəm ki, tərtəmiz videonun qurma olduğunu anlayacaqsınız. Burada görürsünüz ki, İlkin Feyziyev yuxarı mərtəbənin Orxan Games'in evi olduğunu göstərir. Və yuxarıda balkon var. Qapını dərhal açması və xəbərsiz bir şəkildə çəkiliş qrupuna yaxud ilkinə icazə verməsi sizcə nə dərəcədə realdır? Çünki İlkin Feyziyev demək olar Orxan Games son olaraq bir həftə ərzində videolar seçməyə başlayırlar. Bu uşaq necə oldu ki, bu İlkinə bu qədər güvəndi, atasından xəbərsiz şəkildə icazə verdi ki, İlkin Feyziyev gəlsin, açarı verdi ona, özü qapının açarını verib, qapını açmayıb. Qapının açarını verib İlkinə, İlkin gəlib evə. Qəşəngcə evi dağıdıb, güya onu qorxutmaq istəyib. Sən 40 yaşında kişinin sən lavabo oyuncaqları ilə qorxuda biləcəyini düşünürsən, hə? Mağaz bəhs eləyər. Burada nə qədər oyuncaq var uşaqlar. Gəl ən qorxulularını tualetə qoyaq. Qoy girəndə qorxusun. Bunu qoyaq, timsah var burada. Məncə bu lavabolağı qoyaq bəhs eləsin. Oyuncaq Bu sensari damısı. Bəli, gözünüzü açın baxın, yəni belə insanlara yəni pul verməkdən artıq, yəni bunu mən analiz etməkdən artıq bezmişəm. Yəni evdə atamız yoxdursa, yetkin bir insan yoxdursa, qapı döyülür və kimsə gəlir. Bir uşağın heç bir şey soruşmadan, heç bir şübhə etmədən qapını dərhal açması və xəbərsiz bir şəkildə İlkinə icazə verməsi real deyil. Bu hadisənin ilk zənciridir. Bu qapının bu qədər rahat açılması və uşağın sanki heç bir şey olmamış kimi davranması əslində bu çəkilişin əvvəldən planlaşdırdığının, ailənin və ən azından evdəkilərin bu vəziyyətdən tamamilə xəbərdar olduğunun ən birinci sübutudur. Heç bir təhlükəsizlik qaydası, heç bir uşaq instinkti burada işləmir, çünki sensari belə tələb eləyir. Qapı açılmalı, İlkin içəri girməli və plan başlamalıdır. İndi isə gəlirik videonun ən kritik, ən gülməli və professional baxımından ən zəif nöqtəsinə. İlkin Feyziyev Orxanı qorxutmaq məqsədi ilə girir və otaqdakı şkafların birində gizlənir. Təbii otağı dağıtdıqdan sonra nəsə bir yəni qorxutmaq üçün güya dırnaq arası nəsə hazırladıqdan sonra otağa girir, şkafa girir, qapıları bağlayır. Qaranlıq şkafın içində kamerası ilə təşk qalır. Bura qədər hər şey normal görünə bilər, amma biraz sonra Orxan Games evə girir və möcüzə burada başlayır. İlkin şkafın içində gizlənib. Heç bir yeri görmür. Tamamilə qapalı bir məkandadır. Amma videonu diqqətlə izləyin. Orxan evə girəndə etibarən İlkin kameraya baxıb nömrə deyir. Hə, Orxan indi falan otağa girdi, işlədiyi yerə girdi, hal-hazırda orada işləyir. Yox, indi o bir otaqdan çıxdı, bura gəlir, indi koridordadır. Yaxşısını eşidirəm. Orxan abi içəri girir deyəsən. Yusif, o bu nə dağıtmışsınız evi? Bu nə lan? Yastıqları götürür.
oturdu işləməyə yəqin ki. Ayaq olma hələ indi getdi. Kuklaları görüb dəli olmasa Bir yaxşıdır. dənə sual verim. Əgər kameralar gizlincə qoyulubsa, kameralar necə öz-özünə yaxınlaşıb və uzaqlaşa bilir? Bunu da müzakirə eləyin. Sual olunur. Sən dörd tərəfi qapalı taxta şkafın içində ola-ola. Orxanın hansı otağa girdiyini, hansı otaqdan çıxdığını, harda gəzişdiyini, necə bu qədər dəqiq bilirsən? Sənin gözlərin renting şalları kimi işləyir, yoxsa şkafın içindən divarlara girən xüsusi bir cihazın var? Varsa da bilək, biz də bilək, biz də alaq cihazdan. Bəlkə işimizə yarayar qışqırtmalarda. Bir insan şkafın içində ayaq səslərini eşidə bilər. O da sadəcə yaxınlaşıb uzaqlaşdığını anlamaq üçün. Amma otaqları bir-bir saymaq. Falan otağa girdi. Bura keçdi demək yalnız bir halda mümkündür. Əgər sən bu videonu əvvəlcədən yazılmış sensariya görə çəkirsənsə, Orxanın hansı dəqiqədə, hansı otağa girəcəyini əvvəlcədən planlaşdırıb və ilkin də şkafın içində növbəti addımın nə olacağını bildiyi üçün sensarını oxuyur. Bu videonun ən böyük texniki və məntiqi qırılma nöqtəsidir. Hadisələr burada da bitmir, hələ davam edir. Videonun sonuna doğru güya gərginliyi artırmaq, izləyicini şoka salmaq və təbii ki, ikinci hissəni, yəni növbəti videonu izlətmək üçün clickbait bir final hazırlayıblar. Qəfildən evə bir oğru daxil olur, Orxa Games'in içinə çıxır. Qəfildən oğru daxil olur və bizim şkafdakı hər şeyi görən qəhrəmanımız İlkin yenə səhnədədir. Evdən səslər gəlir və İlkin şkafın içindən dərhal reaksiya verir. Orxan Games'in evinə oğru girdi deyəsən və video çat deyə kesilir. Dostlar, yenə soruşam, evə kimsə gələndə şkafın içində insan onun ev sahibi Orxan olduğunu, məhz bir oğru olduğunu hardan bilir? Bəlkə də Orxanın bir qohumudur, bəlkə başqa bir dostudur, bəlkə qonşusudur. Normal bir insan qapalı şkafdan səs eşidəndə ilk olaraq qorxar. Orxanın gəldiyini düşünər, amma ilkin dərhal nöqtəni qoyur, oğru girdi. Çünki videonun başlığına və növbəti bölümünə material lazımdır. İzləyicidə elə bir təəssürat yaratmaq istəyirlər ki, hər şey real vaxtda rejimdə baş verir və böyük bir təhlükə var. Amma bu bəsit ifadə ilə belə videonun əvvəlcədən qurulmuş bir teatr tamaşası olduğunu bir daha ortaya qoyur. Bəli əzizləyicilər, bu gün YouTube'dan milyonlarla baxış toplayan bu cür videoların arxasındakı real mənzərəni gördünüz. Biz YouTube'un əyləncəli və həyəcanlı kontent hazırlanmasının əleyhinə deyilik, əlbəttə sensarlı videoları çəkilə bilər. Bu bir şoudur. Amma problem bundadır ki, bu videolar insanlar tamamilə real hadisə kimi təqdim olunur və insanların duyğuları ilə, həyəcanı ilə oyanılır. Profesional bir baxış bu və xətaları dərhal tutur. Uşağın qapını rahatca açması, şkafı içində otağı RTG kimi oxuyan və sonunda heç bir şey görmədən oğru girdi diaqnozu qoyulması. Bu video tamamilə montaj və sensari qırığıdır. Hər şeyin növbəti bölümdə daha çox izlənməsi üçün atılan addımlardır. Siz bu arada nə düşünürsünüz? Sizcə bu detallar videonun saxta olduğunu sübut edirmi? Şərhlərdə öz fikirlərinizi yazın. Bu indi ən azından sən bir şou çəkirsən. Təbii ola bilər, niyə olmasın? Kinolar da, məsələn, seriallara baxırıq, o da bir şoulardan ibarətdir. Tamam olsun, əleyhinə deyilik, qətiyyən. Amma sən ən azından başlıqda olmasa belə, açıqlamada, bunu laf kiçik hərfdə olsun, kiçik şəriflə də olsun, bunu qeyd etməlisən ki, bu video bir qurma videosudur. Sən bunu qeyd etməməsənsə, sən demək insanların duyğuları ilə oynayırsan. Gözləyə görə ikinci video nə videosu, nə gəlir. Sonra onu analiz edək. Kanala abunə olmağı, videoları qatmağı unutmayın. Daima düzgün videolar izləyin. Sağ ol. Evin balkonu da var. Hüseyin, evin balkonu olduğunu niyə mənə deməmişdin? Deyəcəkdim də, balkonu göstərəcəkdim də sənə. Görək dostlar, balkonda gizlənə biləcəyim bir yer var. Sən axı videodan əvvəl bütün otaqların, bütün binadakı evlərin balkonlu olduğunu bilirdin axı. Əgər video sona kimi baxdınızsa, siz bu həqiqətdə öyrəndiniz. Bu isə ən böyük sübutdur. Çünki video başlayarkən balkonda deyirdi ki, Orxan Games'in evə getdikcə yaxınlaşırıq. Bəs sən bunu bilə-bilə niyə belə elədin axı ilkin?